Buradan bağladım. Bu da avtomobilimiz özü. Hər dəfə proqram təminatı yeniləndikcə bilirsiniz, daha ideal və çotqi. Mən hər dəfə avleniyadan sonra təkrar bu çəkib videonu paylaşıram ki, hər dəfə gedən belə deyək də inkişafı özünüzdə görəsiniz, mən də görüm, özümə də maraqlıdır. Lap birinci dəfə çox məsafə saxlayırdı. İndi baxın, çox ideal. Yekunlaşdı. Eyni məsafə. Arxada da kifayət qədər məsafə saxlayıb. Heç nə. Bundan sonra, yəni bu nə üçündür? Getdiniz bir dənə, tutaq ki, mola, maşını verirsən ki, ged orada saxla. Uşağın əlindən çıxıb gəlirsən, maşın özünü parkovka eləyib və sənə master account olanda belə bildiriş gəlir ki, maşın park